Dedi ey piri mücəvvir, itiribsən özüvi. Mərifət yoxdur tutub pərdeyi qəflət gözüvi. Deyiləm müştəri bu sözlərə qurtar sözüvi. Üməvilər ola bilməz hədəfi aliyədə. Sənə də lənət amannamə yazan valiyədə. Gəldi ağlaya-ağlaya xeyməyə daxil oldu. Birdən gördü Əli Əkbərin ağlamaq səsi gəlir. Əmi, atam səni çağırır. Gəldi deyir Hüseynin xeyməsinə. Üzböz dayandılar, ayla günəş üzzə dayandılar. Əbəlfəz başını aşağı salıb, İmam Hüseynin dilindən bunu şeirlə yazıblar. Heç kimi qardaş utandırmaq bizə adət deyil. Fikrin olsa getməyə Zeynəb də narahat deyil. Getmək istəyirsənsə gedə bilərsən. Deyir utandığından heç nə demədi. Başını aşağı saldı, çıxdı İmam Hüseynin xeyməsindən. Sərbəsər murəclərimdə Murtəzanın qanı var. Eşqüz ilə qətrə-qətrə qanımın cəryanı var. Dərdiməndəm dərgahuzda dərdimin dərmanı var. Hüseyin, mən hansı qapıya gedim sizdən sonra? Sizi qoyum hara gedim? Şair yazır, yazır qızların arasından keçdi. Uşaqlar baxır, bir keçdi, yavaş-yavaş getdi. Başından döyüş papağını açdı, qoydu yerə. Belindən qılıncı açdı, çarıqlarını çıxartdı. Ayaq yalın, baş açıq qızların arasından keçir. Çöndü İmam Hüseynə baxdı, Hüseyin, elə bilmə ayrı qapıya gedirəm. Gedirəm Kufəyə, atam Əlinin qapısına. Gedirəm şikayət eləyəm ki, ağam qovladı məni. Bu məqamda gördülər ki, 3 yaşlı qız çıxdı xanımların, qızların içindən. Qoyun əmimlə özüm danışım. Hamı çəkilsin, əmimlə özüm.